Haşim və Müttəlib nəslindən olan Peyğəmbərimizin özünün və əmlərinin nəslindən gələn Ali Muhammed, Peyğəmbərimizin Ali, salavatullah salamu aleyhim əcməin, onlara zəkat vermək olmaz. Çünki Peyğəmbərimiz Aleyhisselam buyurur ki, mənim nəslimə, alimə zəkat düşmür. Amma Peyğəmbər Aleyhisselamın nəslindən gələn seyyidlər, şəriflər, haşimilər və s. İslam devlət quruluşunda Beytülmaldan, devlət büdcəsindən onlara maaş bağlanmalıdır. Əgər indiki dünyadakı, devlətimizdəki quruluşda seyyidlər, şəriflər, Peyğəmbərin ali, sırav vətəndaşlarla eyni hüquqlara malikdirsə, xüsusi imtiyazlar yoxdursa, onların dolanışını təmin etmək üçün onlara fitrə zəkat vermək caizdir, icazəlidir. Dilənən adam öz dili ilə gəlib istəyirsə ki, mənə yardım elə, Allah rızası üçün, orada ixtiyar verilir adamın özünə, qəlbi ilə baxacaq o adamın durumuna, vəziyyətinə. Əgər həqiqətən bu dilənən adamın, istəyən adamın zəkata müstəhəqdirsə, zəkat buna vermək olarsa, onu araşdırmaq, soruşturmaq ehtiyac yoxdur, şahid axtarmaq ehtiyac yoxdur. Çünki qəlbin vəziyyət sənə xəbər verir ki, bu adam həqiqətən ehtiyac əhlidir. Yox, əgər o səndən dilənən adam su-istifadə edirsə vəziyyətdən, sən qəlbin də, vəziyyət də, dünya görüşündə sənə düşünməyə imkan verirsə ki, bu adam fırıldaqçıdır, ona vermək olmaz. Bəli, bu saymış olduğum kateqoriyaya aid olan insanların içində fitrə verilməli adam birinci qohumlardır. Sonra qonşularda varsa qonşulardır. Sonra yaşamış olduğun kənddə, qəsəbədə, rayonda varsa onlardır. Yox, əgər bu fitrəni və ya zəkatı alacaq haqq sahibləri yoxdursa, kənar rayonlara, kənar İslam bölgələrinə verməyə icazə vardır. O, qoca kişilərin bir tabiri var idi, deyirdilər ki, evdə qalıb kənara haram deyirdilər. Haram deyilsə də, amma birinci yaxınlardan saydığım tərtibat üzərinə, yaxınlardan başlayıb bu qayda üzərinə fitrə çıxarılmalıdır. Uşağa zəkat vermək olarmı və yaxud dəliyə zəkat vermək olarmı? Uşağa və dəliyə birbaşa özlərinə zəkata layiq olsalar da vermək özlərinə olmaz. Onların vəlisi, himayədarı kimdirsə, onlara vermək olar ki, uşaqlar üçün və uşaq üçün və dəli üçün xərclənsin.